Çok yaşlı yerlere karşı çok sık grafik edilir. Ama bazı noktalarda karşıya bakmalı, ona bakmalı. Kanunları istəyini oyun insanını qaytarmalı. Çok çalıştık. Ben şahlı vaxtda ondan çok işləydim. Məşqlərdə, teoriyalarda biraz oyuncuların insanımızda çatışmalıqlar var idi. Bəzilərin performansıyla performansı çatışmalıqlar var idi. Pislə getirdim məşqlər ama görünməkləri az oldu. Və bugünkü qarşıda Sorulara geçebilirdik, buyurun. Evet. Aklasman sportun finans geçmiş olsun. Bu bəzi futbolçularda sürüşmə var idi. Xüsusən Kadi, Zubi, Kevin də sürüşüb, yol bıraxdı. Nə ilə bağlıydı o birinci sualı? Yox, yəni bu sunuş buna görə idi, yoxsa ya meydan çox suluydu? Onlar olduğu yerə sürüşkəndir. Olur yani, bir futbolu Bir də bu Kanada'da Sami vayb oldu, sonra bu Elvin Abbas məsələsi oyun heyətdə yox idilər. Ayrı-ayrı futbolçuların dəfələrlə demişsiniz, hədsiz dərəcədə təkliflərinin çoxluğu var. Rəqiblərin analizi var, öz komandanızın analizi, növbəti oyuna hazırlaşmaq. Yəni bu qədər yüklənmənin fonunda, komandada son vaxtlar bu qədər baş verən proseslərin fonunda bezdiyiniz, yorulduğunuz an olurmu və hal-hazırda özünüz necə hiss edirsiniz? Yorulmam belə deyək. Mən ümumiyyətcə məşğul yorulmaq düşünən deyiləm. Bəli, biraz çatışmalıqlar var, biraz gərginliklər var, ümumiyyətcə. Səbəb olaraq demək istəmirəm, biraz Çempionlar Liqasının komandasına düşdüm, ona yaxşı olmalı, yaxşı məşqlər verdi, biraz yenidən çempionu tutalım bilmədim. Yenidən biz öz oyunumuzu, öz tempimizi geri qaytıra bilmədik. Burada bəzi səbəblər var, bəzi sıxtılar, hansı bir komandaya görə olmuşsa, onun yerində biz oradan təmizlədikini çıxara bilmədik. Bizim sanki daha çox bir yerdə məşq etməyə ehtiyac var. Komandalar. Amma bizim neçə ay edib bizə ancaq oyun 3 gündən bir oyun, 4 gündən bir oyun istərsən, atlasıyla biraz oyunu sən istədiyin keyfiyyət, oyun keyfiyyət qoyub saxlayırsan. Bu səbəb olaraq deyil, amma bizim mani olan tərəflərdən biridir. Amma hər bir halda biz illər boyan belə oynamışıq, budub gəlmişik. Sadəcə bu il həmçinin sabah daha yaxşı formalaşmalar, daha aktivdirlər, daha kompleks olaraq daha hazırlıqlılar. Fiziki baxımdan olsun, taktik baxımdan olsun. Və çempionat getkidə hamı bir-birini tanıyır. İstərsə bir komandaya qarşı bir neçə daha çox edəcəkdə ona qarşı daha inanlı olursun. Belə deyək, bir çempionatda komandalar öz qabiliyyətlərini yaxşılaşdırdılar. Biz çempionatı istədiyimiz hazır olmadık. Sanki fikir köklənmişdik Çempionlar Liqasında, amma biraz bəzi rotasiyalar, bəzi hər iki cəbhədə öz oyunu qoymaq bilmədik. Bu biraz problem oldu. Amma hər bir halda ümumi görünür ki, yəni yox bir kollektiv yorumculuk var. Biraz psixoloji olaraq, beyin olaraq biraz yorumculuk var. Bu normal halda, yəni biz nəticəsində istənilən bir klublarda göstərmək olur. Sadəcə mən bir məşqçi olaraq, rəhbər olaraq onu normal qəbul edərək qarşıya önə plastik baxmalıyıq və qarşı
ki, yəni bilmirəm, yəni biz zaten buna kimi bağışlı gəlmişik. Tək onu ümumiyyətlə, yəni biz özümüz bu yolu keçmişik, özümüz futbolçu olmuşuq, yəni bizim də səhv etdiyimiz yoxlar olub, bizdə gəlmələrin yoxlarımız olub. Biz bundan nəticə çıxarmışıq. Digər oyuncular nəticə çıxarırlar. Belə, yəni bu da bəzi səbəblərdən biridir. Oyuncular ayrı-ayrılıqda belə deyək, bu cür rənglərə qarşı, bu cür yükün altına girməyi düşünmürlər. Bilək ki, qarşıda hansı məcbur oyunlar verir, hansı bizi vacib bir xal vacib çıxar gözləyir. Bəzən məlumiyyəti nə cür qəbul edirsən məlumiyyəti. Məlumiyyətdən sonra sənin yaşam tərzin necədir? Çox münasibətlərdir. Bilən kimi, yəqin imkan deyil, belə eşirsiniz bəzən gəlməmişim, üstündən biraz keçir, 1 ay, 2 ay, 3 ay, 5 ay. Bunu yəni, hər şey qarşıdakı bunu geçirə baxacaq, amma çox uzun başlamışıq. Buyursun. Bunun iki sualım var. Biri elə Elvinlə bağlı, həm Sami Mayın Zaqrebə qayıtdığını deyirlər, yəni həqiqətən qayıdı. Bir də Elvinlə bağlı. Elvin mənə verdiyi bir müsahibədə demişdi ki, yayda Qurban Qurbanovla görüşdüm, mənə dedi ki, Elvin düzəlməsə səni komandadan göndərəcəm. Və bu gün də Elvin Cəfərquliyev intisamsızlığa görə komandadan göndərilir, əvəzedici heyətə göndərilir. Yəni, onun problemi nədir ümumiyyətlə? Yəni, bundan sonra onu bağışlamaq deyil, siz çox futbolçu bağışlamışsınız. Siz onu artıq dəfələrlə bağışlamışsınız Elvinə, yəni Elvinə çox güzəşdirməmişsiniz. Yəni, bu da nəyə görə bu dəfə yəni, belə qərar verdiniz? Bunun belə, necə deyilir, sevinci tərəfi odur ki, nə var onu danışman deyil. Məcburiyyətimiz oldu, necə oldu, ümumiyyətlə. Yəni, mən istənilən təkcə Azərbaycan, ümumiyyətlə istənilən futbolçunun yanındayım arxasında. Mənim demək ki, olmayıb ki, hansısa bir futbolçunun inkişafını düşünmüyorum, daha yaxşı olmasını düşünmüyorum və yaxud onun yaşam tərzini düşünmüyorum və yaxud onun gələcəyini düşünmüyorum. Bugünə kimi belə hal, ən zəif oynayan futbolçu belə, hətta o belə il ərzində bir dəfə, 2 dəfə, 3 dəfə meydan çıxan futbolçunun belə mən gələcəyini düşünmüşəm, onunla danışmışam, söhbət eləmişəm. Mən yenə bir məşqçi kimi, yəni bir səbəb olaraq bunu atıram ortaya. Sadəcə biz futbolçuların, insanların bir müəyyən yaş qüdrəti olmalı, müəyyən daha popülər olan vaxtlar olur. Orada gələn futbolçu daha məhkəm olmalı, daha xarakterli olmalıdır. Axır vaxtlar dediyim kimi, həm təkliflər hansıdır futbolçulara, həm ümumi Elvini götürəliyin danışanıqda görsək, o çağırsın, bu çağırsın, veriliş, həddindən çox danışılır və Çempionlar Liqasında turnuvanın üstü oldu, yaxşı asistəndirdir. Mən ümumiyyətlə futbolçulara çağırıram ki, fərqi yoxdur, idmançı olur, istənilən idmançı olsun. Bir oyun və yaxud bir futbol demək deyil ki, sənin missiyan tamamlandır. Burada bu klubudur, Qarabağ klubudur, burada görürsün, sən bir oyun, 2 oyun dursan, bir xasını mani olur. Sənin nəticəni və yaxud bir məludə sənin nəticəni mani olur. O demək deyil ki, 2 oyun yaxşı oynamışım və yaxud Çempionlar Liqasında mən 3 oyun ən yaxşı olmuşam, 5-ci oyun mən gəlim, vacib anda mən ən zəiflərdən olum. Vacib anda mən insafsızlığa gedir. Bağışlama söhbətini gəldikdə, mən belə hələ ki, proses gedib, davam edir. Amma mən yenə deyirəm ki, bəzən mən həmişə futbolçularına deyirəm ki, digər klublar mənə düzgün başa düşərlər. Bəlkə başqa ad, bəlkə klubda hansısa bir məhz götürmək olar. Həm legionlerini bildirmişəm, həm öz futbolçularını bildirmişəm. Amma bu adı Qarabağsa, burada biz göz vururlar. Bir dəfə, 2 dəfə, 3 dəfə. Biz hər bir
çalışmalıyıq ki, oyunu tam hangi formada hazırlanmağa çıxartmalı. Bugün biraz elə nüanslar var ki, gəlmə oyunu bu daxili bir şeydir, cəzalanıb bir daxili bir şeydir. Bu hər bir hal dediyim kimi fərqi yoxdur. İstər Qarabağ olsun, istər digər futbolda olsun. Yəni, futbol elə bir oyun ki, burada stabil olmaq lazımdır. Yəni, burada mən 15-20 gol vurmuşam və 30 gol vurmuşam, məndən əşkil 2 oyun 3 gol vurmaya bilərəm. Çünki burada xal fərqi, 2 xal, 3 xal, 1 xal. Elə bir oyunda və sonunda günahkar kim olur? Məşqçiyə yönəlik hər şey. Hər bir halda mən onların əziyyətini mən yerə vurmuşam. Yəni, onların daimi yanında olmuşam, daimi onların etdiklərini, özlərini də demişəm, yaxınlarına demişəm, kimi görmüşəm və ümumi iclaslarını bildirmişəm ki, həqiqətən məsələn, keçən ki, bu məğlubiyyəti belə deyək də, mənim narahat olduğum gəldi, onlar o Çempionlar Liqasındakı uğuru düşərək çempionatı bizləri yoğun eləməliyik. Yəni, biz məğlub olsaq da belə, mən oyundan razı qalmalıyım. Məsələn, bugün mən oyundan razı qalmalıyım. Əvvəlki oyunlarda baxmayaraq, məsələn, 10 məğlub edirdim, mən oyundan razı qalmalıyım. Amma əvvəlki oyunlar, hansı Kubok 2-2, digər 3-3, yəni, daha məğlub olandı oyunu, mən oyundan razı qalmışdım. Çalışmalar var idi, futbolçuları belə deyək, hazırlığını bilərək, onların yorğunculuğunu, onların o çempionat köklənməyi bilmədiyini bilərək mən daha belə deyək, pisini gördüm, amma daha yaxşısını görmüşdüm. Bugün biraz vaxtı geçmişdi, bu oyunda biraz 4-5 məşqlik etmişdi komanda. Sanki belə pisdə görünür, bəlkə daha belə deyək də, daha da incələməliyəm oyunculardır, ümumiyyətcə. Mən yaşam tərzini həm hər tərəfli. Maya ilə bağlı məsələ yazmışlar, Zaqrebə qayıb Sami Maya. Onunla bağlı zaten bizim televizyon göndərmişdik. Sadəcə klubundan bağında gəldilər, qarşılıqlı ki, Zaqrebəni qayda bilməz məncə, o Görünür ki, yəni biz razına gəldilər ki, əlimizdə məşq etməyə bilər. Məşq edildi, sadəcə məşq etməyə bilər. Qarşılıqlı yəni imza atıldılar ki, bizim bir-birimizə yalnız bir etiraz edəcək. Və buna qarşıdan Kubok oyunu gəlir ya sabahla. Bugünkü oyundan sonra sanki görünürdü ki, yəni belə biraz ümidsiz görünürdü komanda. Hamdi dediniz ki, daha çox incələməliyəm. Yəni, Kubok oyundan nə gözləyirsən? Orada nələr dəyişəcəksin, nələr eləyə bilər Qarabağ ki, o Kubokda edəcəksin? Aslında bir dəyişikliklər olacaq böyük ehtimal, amma bizim kimi yenə biz bu komandaya qarşılayırıq. Hansı ki, çox sürətli, çox fiziki hazırlıqları, çox texnik hazırlıqlı bir komandaya qarşılayacaq. Nələrsə düşünəcək, nələrsə dəyişəcək, amma bərbətanda biz sonraki mübarizə aparacaq istənilən oyunda. Ayla xanım. Əslində iki suallarımı birləşdirəcəm. Bu konularda yəni onlarda çox vaxt 60-cı dəqiqə sonra desənə düzəsiniz ki, siz açıqlama vermişdiniz. Artıq çempionatlarda 90 dəqiqə oynayır, hətta bir yollarda, yəni sabah kimi rəqəmlərə qarşılar. Bu daha çox məcburiyyətdən belədir ki, Aleksey Kaşuk formasından çox aşağıdır ki, siz Leandronu əvəzləmədən 90 dəqiqə oynatdırırsınız. Yəni alternativ çox aşağı yerlər alır. Və Aleksey Kaşukun artıq karyerası, Qarabağ karyerası bitdi deyə bilərim, yəni heç şanslar varmır. Kuboklardakı oyunlarla bu oyunlar çempionatlarla biraz fərqlidir. Nəinki orada sürət, dinamika, güc, ümumiyyətcə psixoloji hazır olmaq da vacib bir sənələrinin biridir. İstərseniz bu oyunlarda biraz gərginlik olur, biraz həyəcan olur. Bunlar da futbolçulara biraz tez görür. Amma bir ümumiyyətcə belə görür ki, insanlar məşqələ, insanlar olmalı, insanlar öz davranışları, iş xarici çox insanlı birisidir. Amma hər bir halda bu 90 dəqiqə oynamaq
görmək gücündədir. Həm də ki, futbolçuya bir inan vermək də lazımdır. Mən üçün də oynaya bilirəm və oynaya müsaitdir. Amma burada biz bəzi, belə deyək, onları gözünə bilərik, amma Avropada gözünə bilmərik, biz daha tezdən ola bilərik. Belə və qaşıqdan bağlı rəqabətin düzüdür. Dünyamızda nə oldu? Hiç olmadı biz o hayatta olmakta ve sonra dönmeye sadece biraz dediğim bazı oyun insansızlığı öne çıkan iktidarsından söylüyor ki o daha çok tecrübesi olan futbolcu biliyor, oyunu insanlarla keyfiyetini yaklaştırsınlar. Biraz muhatırlar ama karşılıklı onların yine bu olarak değil ki biz onlarımız ayrıldı, bitti her şey. Yani karşıda yine onlarda lazım olacak istifadə dəstək federasyon yönəməyirlər. Allah buyursun. Supersport təfsilatı Ağacı Hakim Qurban bəy, Qarabağın çempionluğu əldən verməsi azarkeşlərinizin etirazına, tənqidlərinə səbəb olur. Bunu necə qəbul edirsiniz? Bunun üçün mən eşitmədim hastalığı, etirazımın qararına əksinə 90 dəqiqə səhvini var, o sonları Əsasən sosial şəbəkələrdə. Sosial şəbəkələrdə bilirik kimlər yazır, nə edir belə. Azərkeşlərimiz belə etiraz ki, xeyli sayıda gələn yanılmışlarımız var, amma bizim daima bizim yanımızda olan, daima bizə belə deyək ki, daha çox diqqət ayıran azərkeşlərimiz komandaların yanındadılar. Hər hansı lazım bilmədilər, amma sosial şəbəkələrdə ola bilər ki, hansısa bir fikir bildirilir, orada baxmaq lazımdır, bizim Qarabağ azərkeş deyirsə, Qarabağ azərkeş deyil deyə. Mən negativ bir şey, yəni mənə gəl çatmıyor, görmüşüm. Çünki bizim azərkeşlər böyük təcrübəyə malikdirlər, onlar illər boyu çempion oldular, illər boyu çempion olmuşlar, onları baxış ocağı biraz fərqlidir. Onlar bilirlər ki, futbolda bu bizim üçün dövləyə olurlarsa, sonra hansı bir dəyişik ola bilər. Yenə də etiraz da varsa da, normaldır. Ona elə bir mənasını tutubilmək niyyətində deyiləm. Bizim hamısı özümüzlərdir var, azərkeşlərimiz. Telegraf informasiya agentliyindən keçmiş olsun Qurban müəllim. Mən sualım ki, bir neçə gün öncə siz doğum gününüz oldu, sözünü münasib edən. Bu Qurban Qurbanov olaraq, Qarabağın baş müdiri olaraq maraqlıdır. Özünüzə nə arz etdiniz? Yeni yaşınız? Ben inanırım ki, belə doğum gününe göre özünə arzu eden bir şey yoxdur. Mən həmişə ümumən belə Allah'a şükür eləmişəm ki, mən dünyaya gəlmişəm və belə yaşayıram. Həmişə ondan ad gününə görə yox, ümumən belə əlbəttə ki, hamı sağlam olmalı bilirik, hamımız işimizə sahib olmalı, vətənimizə sahib olmalı, daima istəyirdik. Və belə sual edir. Belə desəm ki, məsələn, bir şeydən belə, düşlərdən belə yox. Və bugünkü günədə, bugünkü duruma görə, ümumi vəzinə görə də çox razıyam Allah'ımla və həmişə də şükür etmişəm. Başka sual yoksa çok sağ olun. Sağ olun.